Deməli 27-ci suala baxırıq. Eylerberg diaqramının tələblərini nəzərə alaraq cümlələrlə bağlı doğru fikirlər müəyyən edin. Zirvələrdən yol alıb gələn dağ çayının qolu meşənin içərisindəki taladan keçirdi. Uşaq çayın qırağındakı təpədə yoldaşları ilə oynayırdı. Deməli, birinci fikir tərkibində düzəltmə sifətin işlənir, əminliklə deyə bilərik. Deməli, birinci fikir birinci cümləyə aiddir. Zirvələrdən yol alıb gələn dağ çayının qolu meşənin içərisindəki taladan. İçərisindəki düzəltmə sifətdir. Baxırıq ikinci cümləyə. Uşaq çayın qırağındakı da düzəltmə sifəti. Deməli, bu fikir hər iki cümləyə aiddir. Ona görə də ortada olmalıydı. Ona görə bu fikri biz götürmək. 2 təsriflənən feil quruluşa düzəltmədir. Keçirdi. Nə edirdi? Keçirdi. Əgər sualda şəkilçilər varsa, həmin şəkilçilər qrammatik şəkilçilərdir. Deməli, keçməkdən keçirdi. Nə edirdi? Keçirdi. Deməli, nə oldu? İr və di qrammatik oldu. Düzəltmə deyil. Ona 2-ni çıxdıq. Yalnız qrammatik mənası olan sözə rast gəlinir. Yalnız qrammatik mənası olan söz bu yazılıb ikinci cümlənin altında. Baxırıq, uşaq çayın qırağındakı təpədə yoldaşları ilə burada köməkçinin hissəsidir. Ona görə yalnız qrammatik mənası var. Deməli, bu fikir düzdür. Həm də 2-nin altında yazılıb. Amma bir də yenə də yuxarıda baxırıq, görün varmı? Zirvələrdə yol alıb gələn dağ çayının qolu meşənin içərisindəki taladan keçirdi. Burada isə köməkçinin hissəsi yoxdur. Deməli, bu düzgün fikirdir. 3'ü götürürük. 4'e baxırıq. Müəyyən yelik halda işlənən isim var. 4'ü yazılır ikinci cümlənin altında. 4'e baxırıq. Uşaq çayın qırağında, çayın düzdür. Müəyyən yelik hal var. Yenə də birinci cümləyə də baxaq. Zirvələrdən yol alıb gələn dağ çayı. Dağ çayında burada qeyri-müəyyən yelikdir. Çayının qolu. Bəli, bax, burada isə yelik hal var. Bu fikir yenə də hər ikisinə aid olduğuna görə düzgün götürmürük. 5'e baxırıq. Mənsubiyyət şəkilçisi qəbul edən, lakin isim olmayan sözdə işlənmişdir. Deməli, 5'i qoyublar ortaya, hər ikisinə aid olmalı. Baxaq, zirvələrdən yol alıb gələn dağ çayı, dağın oldu. Mənsubiyyət şəkilçisi qəbul etmiş söz burada çay oldu, amma çayının qolu, burada isə mənsubiyyətdir. Deməli, çayının da, qolu da ikisi də isimdir. Baxaq, başqa var mı? Meşənin içərisində. Deməli, meşənin içərisindəki nə demişdik? Bir sifətdir. Və burada da nə var? Mənsubiyyət şəkilçisi var. Ona görə də bu düzgün fikirdir. Baxaq, ikinci cümlədə varmı? Uşaq çayın qırağındakı. Baxın, çayın qırağındakı. Bu da nədir? Sifətdir. Deməli, mənsubiyyət şəkilçisi qəbul etmiş sifətlər var. İsim yoxdur. Bu da fikir düzgün. Deməli, cavabımız oldu A variantı. Deməli, 28-ci suala baxırıq. Bax, müstəqillik sözünün fonetik təhlilindəki səhvi müəyyən edin. Birinci sözün tələffüzünü mütləq yazırıq biz. Müstəqillik şəklində tələffüz olunacaq. Deməli, tərkibində 3 sonor samit səsindən istifadə olunub. Baxaq, 1, 2, 3, bəli, düzdür. Sait səslərdən biri açıq, üçü qapalıdır. Biri açıqdır, qaçıqdır. 1, 2, 3 qapalıdır, düzdür. Quruluşa sadə sözə baxırıq. Müstəqildən müstəqillik. Görürəm ki, bu düzəltmədir, amma burada sadə yazılır. Çaşıb biz bunu götürürük, amma götürmürük. Bu fikir səhv fikir olsa da bizim cavabımız deyil. Niyə bizim cavabımız deyil? Çünki bizdən nə istəyir? Fonetik təhlildəki səhvi istəyir. Bu isə leksik təhlilə aiddir, fonetik təhlilə aid deyil. Ona görə də bu cavabı götürmürük. Ahəng qanuna tabedir, müstəqillik ahəng qanuna tabedir, düzdür. Dəyişik yazılışı arasında bir fərqli məqam var. Baxırıq. 1 və 2. Neçə dənə fərq var burada? Deməli, burada var 2 dənə fərq. Bir dənə də qırmızı ilə göstərək. 1 d-ya keçib, bir dəkinə x-ya keçibdir. Deməli, 2 dənə fərq var. Ona görə cavabımız Y variantı olur. Nəzərə yetirək, üstünə rəqəm yazılmış sözlərdən hansında həm mənsubiyyət, həm də hal şəkilçisi işlənmişdir. Deməli, sən əzəl gündən mənim sirdaşım, gözümdən ayrılsın axar gözyaşım, gövdəmin üstündə durmayır başım, buranda boynunu yana bənövşə. Deməli, burada baxırıq. Gündən, gözündən, gövdəmin üstündə, buranda boynunu. Sən əzəl gündən. Burada sadəcə çıxışlıq var, ona görə bir götürmürük. Bir olan variantları çıxırıq. Deməli, əlimizdə nə qaldı? Ya B, ya C. Gözündən. Burada sözün kökü gözdür. Sənin gözün. Buradakı mənsubiyyətdir. Dən isə çıxışlıq şəkilçisidir. Deməli, 2-ni götürürük biz. Sonra 3'ə baxırıq. Yaşım, yəni mənim yaşımdır. Bir dənə mənsubiyyət var burada. Ondan sonra gövdəmin.
Burada sözün kökü gövdədir. Gövdədən mənim gövdəm. Buradakı m mənsubiyyət çəkicisidir. İn isə yiyəlikdir. Çünki gövdəmin üstü var burada. Deməli gövdəmin burada sözün kökü üstü. Gövdənin üstü. Buradakı oldu mənsubiyyət. Dadə də nə oldu? Yerlik halı şəkilçisi oldu. Deməli 4 olacaq, 5 olacaq. 4 olacaq, 5 olacaq. C variantı getdi, qaldı 2, 4, 5, 7. Burada da boynunu bilirik ki, boyun, alın, çiyin, insan bədən üzvləri mənsubiyyət, yalnız mənsubiyyət şəkilçisi qoşulanda son saatini itirir. Ona görə bu oldu boynu. Boynunu burada da təsirli halı şəkilçisi var. Cavabımız oldu B variantı. Sonra növbəti cümləyə, suala baxaq. Cümlələrin birində düzəltmə sıra sayı işlənibdir. Deməli, qardaşımla mən 25-ci sırada əyləşmişdik. 25 mürəkkəb saydı. Süsən beynəlxalq bilik yarışında birinci oldu. Burada birinci olmaq feildir. Birincilik arzusunda olanlar daima çalışmalıdır. Burada birincilik, birdən birinci sıra sayı düzəlir. Birincilik, buradan isə isimdir. Ona görə bu söz say deyin. Mətnin sonuncu abzasını ixtisar edilmiştir. Burada sonuncu sözün kökü son. Bu isə leksik şəkilçidir. Deməli, düzəltmə say buradadır. Bu hadisə təxminən 1950-59-cu illər arasında olmuşdu. Bu da düzəltmə say deyil. Deməli, növbəti suala baxırıq. Cümlələrdə fərqləndirilmiş sözləri nəzərə alaraq uyğunluğu müəyyən edin. Payızda əkdiyimiz ağaclar artıq böyükdür. Hansı dərəcədədir bu? Adi dərəcədə. Deməli, bu oldu adi dərəcədə. Dəniz kənarında xırdaca qumlar var idi. Bu oldu çoxaltma dərəcəsində. Sonra gün batmağa yaxınlaşanda səmanın üzünü açıq qırmızı günəş şüası bürümüşdü. Açıq qırmızı da oldu bizdə azaltma. Deməli, bunlara uyğun olaraq da aşağıdakı cümlələri uyğunlaşdırırıq. 1. A variantına baxaq. Yollar büsbütün qarla örtülmüşdü. Buradakı büsbütün görünüşdə çoxaltma dərəcəli sifətə oxşasa da büsbütün zərfdir. Ona görə A-nı götürmürük. Ağac əyildi, sındı, igid əyildi, öldü. Burada igid var. Bu oldu adi dərəcədə. Deməli, B gedəcək 1-ə. Bu dənizin duzluluğu nisbətən çoxdur. Bu dənizin duzluluğu, burada duzlu sözünə əslində fikir veririk, amma sözün kökü duz, duzlu sifət olsa da duzluluq burada isimdir. Ona görə də biz C variantını götürmürük. Bunu da çıxdıq. D-yə baxırıq. Onun açıq sarı saçları çiyinlərinə tökülmüşdü. Açıq sarı azaltma dərəcədədir. Ona görə də bu getdi 3-ə. Sonra da Y-yə baxırıq. Zorbacadır. Baldırım sındıra bilməz məni heç ildırım. Burada zorbaca isə çoxaltma dərəcəsindədir. Deməli 1B, 2Y, 3D cavabımız oldu D variantı. 32-ci suala baxırıq. Tündqara hərflərlə verilmiş sözlərin təhlili ilə bağlı cədvəldəki uyğunluğu müəyyən edin. Uşaqlar oyunda ipləri bir-bir düyməli idilər. Köynəyi düyməli bir ağsaqqal birdən adamların içərisindən çıxıb qarşıda dayandı. Deməli, buradan doğrunun altından doğrunu, yanlışın altından isə yanlışı seçməliyik biz. Birinci üçbucaq olan cümləyə baxırıq, vacib şəklindədir. Uşaqlar oyunda ipləri bir-bir düyməli idilər. Nə etməli idilər? Düyməli idilər. Vacib şəklindədir. Bəli, düzdür. Deməli, sözün kökü düy, malıməli isə nədir? Vacib şəklinin şəkilçisidir. Sonra ikinci cümləyə baxırıq. Gələcək zaman məzmunla feili sifətdir. Baxırıq. Burada bu gələcək məzmunla feili sifət deyil. Bu düymədən düyməli sifət yaranıbdır. Ona görə ikinci səhv, fikir səhvdir. 2 səhv olanda biz 2 olan variantları çıxırıq. 2 olan variantları çıxanda deməli 1, 3, 5, 6 ya da 1, 3, 4 olmalıdır. Üçüncü fikrə baxırıq. Quruluş düzəltmədir. Bura baxırıq. Quruluş düzmə bəli düzdür.
yanlışdır. Demək, yanlışın altından yanlışı seçməliyik biz. Məlum növdədir. Birincisinə baxırıq. Bəli, məlum növdədir. Niyə məlum növdədir? Çünki düyməli sözünün yanında leksik şəkilçi yoxdur. Yəni biz bilirik ki, növlərdə hər hansı bir şəkilçi yoxdursa, hansı növə aid olur? Məlum növə aid olur. Ona görə bu fikir düzdür, götürmürük. Düzəltmə feildir. Baxırıq, düyməli düzəltmə feil deyil. Yəni birinci cümləyə baxırıq, düzəltmə feildir. Ona görə götürürük. Mənsubiyyət şəkilçi ilə işlənib, mənsubiyyət şəkilçisi ilə işlənibdir. Aşağıya baxırıq, düyməli mənsubiyyət şəkilçisi ilə işləməkdir. Ona görə də bunu da götürürük. Deməli, cavabımız nə oldu? 1, 3, 5, 6. Deməli, növbəti suala baxılır. Hal şəkilçi əvəzlikləri məna növünə görə düzgün ardıcıllığını müəyyən edin. Deməli, nə istəyir? Əvəzlikləri istəyir və hal şəkilçili olsun istəyir. Birinci əvəzlikləri tapırıq. Sabah babam qonaqları onlara aparacaq, onlara. Əhməd dayı bundan xəbərsizdir. Bundan işarə əvəzi, bu şəxs əvəzliyidir. Kim bu dəhşətli hadisəni törətdi? Kim əlini qana buladı? Burada kim sual əvəzliyi, bu işarə əvəzliyinə. Hər iki cəngavər birdən-birə meydana atılır, düşməni məğlub edir. Hər burada təyini əvəzlikdir. Qafar kişinin oğlunun yersiz hərəkəti hamının qəzəbinə səbəb oldu. Hamının isə burada qeyri-müəyyən əvəzlikdir. Deməli, bu oldu qeyri-müəyyən, bu oldu təyini, bu oldu sual və işarə. Burada oldu işarə, burada da oldu şəxs. Əvəzlikləri tapdıq, amma bizdən nə istəyir? Hal şəkilçili əvəzlikləri. Birinci cümləyə baxırıq, sabah babam qonaqları onlara aparacaq. Onlara nədir? Yönlük haldadır. Deməli, birinci nədir? Şəxs əvəzlikləri oldu. Sonra Əhməd dayı bundan xəbərsizdir. Bundan çıxışlıq hal var. Deməli, 2-yə gəldi işarə əvəzlikləri. Sonra kim bu dəhşətli hadisəni törətdi? Kim əlini qana buladı? Burada sual və işarə əvəzlikləri var, amma hal şəkilsi qəbul etməyibdir. Ona görə də bu bizə yaramır. Sonra hər iki cəngavər birdən-birə meydana atılır, düşməni məğlub edir. Burada hər təyini əvəzlik var, amma yenə də bu şəkilçi qəbul etməyibdir. Hal şəkilsi ona görə yenə bu cümlə mənim işimə yaramır. Qafar kişinin oğlunun yersiz hərəkəti hamının qəzəbinə səbəb oldu. Hamının burada nə var? Yiyəlik hal şəkilçisi qəbul edibdir. Ona görə də qeyri-müəyyən əvəzlik, şəxs, işarə. Deməli, birinci gəldi şəxs 2, ikinci gəldi işarə 1, üçüncü də gəldi qeyri-müəyyən. Deməli, 3-ə də getdi 3. Cavabımız da oldu Y variantı. Sonra baxaq 35-ə. Biri frazeoloji birləşmədir. Ciyərli olmaq, dərk etmək, birinci olmaq, bəs etmək, göz etmək. Deməli, burada frazeoloji birləşmə A variantıdır. Geri qalanlar isə nədir? Mürəkkəb feildir. Frazeoloji birləşmə deyil. Suala baxırıq. Düzgün qruplaşdırın. Feil sifət işlənmiş cümlə, məstər işlənmiş cümlə, feil bağlama işlənmiş cümlə. A-ya baxırıq. Yemək yeyəndə söhbət etməzlər. Nə zaman yemək yeyəndə? Deməli, burada olur feili bağlama. Döyüşdən qorxanları xalq bağışlamayacaqdır. Kimi döyüşdən qorxanları an, ən var feili sifət. B getdi 1-ə. Anda, əndə feili bağlama idi. Uşağın bədənindəki cırmaq yarası hələ salmayıb. Cırmağı ilk dəfə görəndə deyirik ki, maqmək burada məstər şəkilçisi. Bu məstər şəkilçisi deyil. Bu isimdə, ona görə də C-ni çıxırıq. Səlimə əti tikə-tikə bölərək anasına tərəf uzatdı. Burada da feili bağlamadır. Quşların oxuması oradakı turistlər heyrətə gətirir. Nə quşların oxuması? Burada maqməkdir. Məsbə şəkilçisi qəbul etdiyinə görə masa olubdur. Yəni S şəkilçisi əlavə olunubdur. Burada deməli Y də getdi 2-yə. Deməli 1B, 2Y, 3AD. Deməli cavabımız oldu A variantı. Deməli, 33-cü suala baxırıq. Uyğunluğu müəyyən edindir. Yazılışı ilə deyilişi arasında fərq yoxdur. Yazılışı ilə deyilişi arasında 2 fərqli məqam var. Yazılışı ilə deyilişi arasında 3 fərqli məqam var. Birinci düzgün tələffüz formalarını qabağına yazırıq. Dosyana. Deməli, T düşür. Dərinlik. Şəffaf. Faf. Sonra egoistcəsinə, egoistcəsinə
Cəsinə, sonra ləçəkli. Deməli, baxırıq. A variantında bir dənə fərq var. Bizə bir dənə olan lazımdır, ona görə A getdi. A olan variantları çıxırıq. Sonra dərinlik, yazılış, deyiliş arasında neçə dənə fərqli məqam var burada? 1, 2. Ona görə də bu 2-yə getdi. Sonra yazılış, deyiliş arasında fərq yoxdur. Şəffafda fərq yoxdur. C-yə getdi 1-ə. Eqoistcəsinə. Burada o A-ya keçdi. O ilə i arasına y əlavə olundu. İkinci fərq. Bir də t düşdü. Deməli, neçə dənə fərq oldu burada? 3 dənə fərq oldu. D getdi 3-ə. Ləçəklidə isə bir dənə fərq var. Ona görə də Y də bizə yaramır. Deməli, cavabımız nə oldu? 1C, 2B, 3D. Cavabımız oldu C.